ağlın güvənindən olub-olmaması ümumiyyətlə kökündə epistemoloji məsələdir də. Bu ki, danılmazdır. Epistemoloji məsələdir. Və bunun kökü də gəlir Platondan gəlir. Yəni Aetetusda gəlir. Aetetus əsərində Platon bir dənə həddi qoyur bizə. Çərçivə çox maraqlı. İndiyə qədər o toxunulmaz qalıb. İndiyə qədər deyir. O həddə qısaca vurulur. Bəli, ağlın ümumiyyətlə 3 dənə həddi var. Hədd yəni 3 dənə tərkib hissəsi var. 3 dənə hissəsi var. Nə bilim müxtəlif bunun. Biri inam, doğruluq, əsaslandırma. İnam, inanmalıyam. Doğru olmalıdır, əsaslandırmalıyam. Bugünkü bilginin də tərifi budur da. Bugünkü bilginin tərifi budur. Elə Platon bilgi əsaslandırılmış doğru inam. Doğru inam. Ona görə bunu bilmirdim. Çox maraqlıdır ki, çox maraqlı. Bunu Teaetetusda doğruluq, inam və əsaslandırma. Bunu Platon Teaetetus əsərində, traktatında orada qeyd eləyir ki, qarşı Teaetetusla söhbətdə deyir, ağıl nədir? O sıra aparır da. 3000 ildir bu tərif çox maraqlıdır. Çox maraqlıdır ki, indiyə qədər bəli Kant bir balaca elə bir Kant o böyüklüyü ilə giriş eləyib çıxıb. Bəli. Toxunulmazdı. Mən hərdən çox maraqlı gəlir. Bu epistemologiyada mən bu məsələnin üzərində çox manevrə verirəm. Amma indi hələlik bizə lazım olan qədərində də indiyə qədər də qalır. Və irad demək olar ki, bu hissələrə irad yoxdur. Təbii ki, tərkib hissələri sonra genişləm.